Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz yer səthinin relyefi, eksogen relyef formaları və okean dibinin relyefi mövzusudur. Endogen, yəni daxili qüvvələr təsiri nəticəsində yaranmış relyef formaları, morfostruktur, eksogen, yəni xarici qüvvələrin təsiri nəticəsində yaranmış relyef formaları, morfoskulptur adlanır. Yəni bir sözlə relyef formaları daxili və xarici qüvvələrin təsiri ilə yarana bilər. Əgər daxili qüvvələrin təsiri ilə yaranırsa, buna morfostruktur relyef formaları deyilir. Məsələn, vulkan konusları, vulkan kraterləri, litosfer havaların hərəkəti ilə yaranmış dağlar, düzənliklər, ovalıqlar, yəni bir sözlə də bunlar hamısı endogen daxili qüvvələrin təsirinə yaranır. Bir də xarici qüvvələr, yəni çayın, buzlağın, küləyin, dalğanın, müvəqqəti axınların təsiri ilə yaranan xarici relyef formalarına isə morfoskulptur relyef formalar deyilir. Xarici, yəni eksogen mənşəli relyef formalarından yaradanlardan belə deyək, eksogen amillərdən biri də çaylardır. Çayların təsiri ilə yaranan relyef formaları həm yaradıcı relyef formaları var, həm də dağıdıcı relyef formaları var. Yaradıcı relyef formaları gətirmə konusu deyə bilərik. Gətirmə konusu çaylar dağdan belə deyək axarkən düzənliyə qovuşduğu yerdə dağdan gətirdiyi çöküntüləri düzənliyə qovuşduğu yerdə çökdürür. Buna gətirmə konusu deyilir. Delta çayın mənsəbində qollara ayrılmasıdır çöküntülər nəticəsində. Həmçinin çaylar allüvial düzənliklər yaradır ki, bunlara yaradıcı relyef formaları deyilir. Çayların dağıdıcı relyef formalarından biri meandrdır. Meandr düzənlik çaylarında qarşısına maneələr çıxarkən çayın belə deyək S formasında əyri-üyrülük yaratmasıdır. Kanyon dağ çayları axarkən qarşısına yumuşaq suxurlar çıxırsa, həmin yumuşaq suxurları, yəni kimyəvi mənşəli əhəng daşı, gips kimi suxurları yuyaraq dərin dərələr yaratmasıdır. V şəkilli dərələr çayların bərk suxurları yuması nəticəsində yaratdığı dərələrdir və yaxud digər yəni qutuvari dərələr, həmçinin şəlalə, astana çayın dağıdıcı relyef formaları, yəni çayların yaratdığı dağıdıcı relyef formaları hesab edilir. Buzdağların yaradıcı relyef formalarına biz moren təpə və tirələri deyə bilərik. Dağıdıcı relyef formalarına isə kar, sirk və troq dərəsini misal çəkə bilərik. Küləyin yaradıcı relyef formalarına barxan, düyün və qum tirələri deyə bilərik. Barxan küləyin bir tərəfli əsməsi nəticəsində yaratdığı qum təpəsidir. Düyünlər isə küləyin iki tərəfdən əsməsi nəticəsində yaratdığı qum təpələridir. Küləyin dağıdıcı relyef formalarından yaratdığı da biri şahid dağlardır. Şahid dağlar əvvəllər dağ olmuş, daha sonra küləyin, yəni eksogen amil kimi küləyin təsiri nəticəsində formalaşmış xüsusi relyef formasıdır. Bu relyef forması daha çox səhralarda müşahidə edilir. Dalğaların yaratdığı relyef formalarına biz sahil tiplərini, çimərlikləri deyə bilərik. Həmçinin elə dağıdıcı formalarına da müxtəlif sahil formalarını aid eləyə bilərik. Müvəqqəti axarlar, yəni belə deyək, müəyyən bir müddətdə məsələn bir ərazidən çayın axması müvəqqəti axar hesab edilir. Müvəqqəti axarların yaradıcı relyef formalarına biz prolluvial düzənlikləri misal çəkə bilərik. Dağıdıcı relyef formalarına isə şırım, yarğan, qobu və bedlendi aid eləyə bilərik. Yəni bura qobunu da aid eləyə bilərik ki, bunlara arid denudasyon relyef formaları deyilir. Çayların öz yataqlarını dərinləşdirilməsi dərinlik eroziyası, sahillərini yuması və dərəsini genişləndirilməsi isə yan eroziya adlanır. Dib eroziya, yəni çayların öz dərəsini dərinləşdirməsi, yəni öz yatağını dərinləşdirməsi dağ çaylarında müşahidə edilir. Çünki dağ çayları daha sürətli axır. Amma yan eroziya daha çox düzənlik çaylarında müşahidə edilir. Düzənlik çaylarının sürəti zəif olduğu üçün daha çox dibi yox, yəni qıraqlara doğru, belə deyək, yana doğru genişlənir. Suyun, küləyin, buzun təsiri nəticəsində suxurların parçalanması və dağılması eroziya adlanır. Buzdağların fəaliyyəti, yəni dağıdıcı fəaliyyəti eksarasiya, küləyin dağıdıcı fəaliyyəti defliyasiya, dalğaların dağıdıcı fəaliyyəti isə abraziya adlanır. Bir sözlə bizə eksarasyon relyef formaları desələr, biz bunlara moren təpələri, tirələri, kar, sirk, troq dərələri götürə bilərik. Defliyasyon relyef formalarına şahid dağ, barxan, düyün, qum təpələri, belə deyək, abrazyon relyef formalarına isə müxtəlif sahil tiplərini, yəni sahil zonalarını aid eləyə bilərik. Defliyasiya prosesi, yəni küləyin dağıdıcı fəaliyyəti əsasən səhralarda olur. Bu ərazilərdə fiziki aşınma yüksək olur və burada yaranan relyef formaları eol relyef formaları adlanır. Digər eksogen amillər kimi biz yeraltı suları da deyə bilərik. Yeraltı sular yumuşaq suxurları, yəni gips, dolomit, əhəng daşı kimi yumuşaq suxurları həll etməsi
Kars prosesi adlanır. Bu proses nəticəsində Kars qıfları, mağaralar, həmçinin sürüşmə hadisələri baş verir. Yəni belə deyək, bu yeraltı suların təsiri nəticəsində Kars mağaraları, Kars qıfları əmələ gəlir. Denudasiya suxurların parçalanması və bir yerdən başqa yerə daşınması prosesidir. Akkumulyasiya isə suxurların bir yerdə toplanması prosesidir. Baxın, tutaq ki, bir dağlıq bir ərazi təsəvvür eləyək. Yəni, bir dağlıq bir ərazi təsəvvür eləyək. Bu dağlıq ərazidə müxtəlif xarici amillərin, eksogen amillərin təsiri ilə suxurların parçalanması və bir yerdən başqa yerə aparılması, belə deyək, aparılması, daşınması denudasiya adlanır. Həmin o daşınan suxurların düzənlik ərazilərdə, yəni hamar ərazilərdə toplanması artıq, yəni gəldiyi belə deyək, hərəkət edə bilmir, toplanır. Yəni bu da xarici prosesdə eksogen amillərin təsiri nəticəsində, küləyin təsiri nəticəsində bir yerdə toplanması və yaxud çayların təsiri nəticəsində bir yerdə toplanmasına akkumulyasiya deyilir. Denudasiya əsasən dağıdıcı relyef formalardır. Məsələn, biz burada cədvəldə də baxın. Artıq indi bu cədvələ baxsaq, yəni cədvələ diqqətlə analiz eləsək, yaradıcı relyef formaları, yəni akkumulyasiya relyef formalarıdır. Məsələn, gətirmə konusu, delta, allüvial düzənlik, moren təpə və tirələri, barxan, düyün, qum tirələri, prallüvial düzənliklər, bunlar yaradıcı relyef formalarıdır. Yəni akkumulyasiya prosesi nəticəsində yaranan relyef formalardır. Amma dağıdıcı relyef formaları denudasyon relyef formalarıdır. Yəni bunlar eksogen amillərin təsiri nəticəsində suxurların parçalanması, dağılması, bir yerdən başqa yerə daşınması nəticəsində əmələ gələn proseslərdir. Yəni bir sözlə yaradıcı relyef formaları akkumulyasiya, dağıdıcı relyef formaları isə denudasiya prosesinə aid edilir. Denudasiya əsasən dağlarda və hündür yaylalarda intensiv gedir. Akkumulyasiya əsasən hamar düzənliklərdir, yəni ovalıqlarda daha üstünlük təşkil edir. Digər mövzumuz, yəni bizim relyef formaları kimi endogen relyef formalarından dağlar və düzənliklərdir. Dağ mütləq hündürlüyü 200 metrdən yüksək olan, zirvəsi aydın nəzərə çarpan relyef formasıdır. Dağın ətəyi, yəni belə deyək, zirvə və ətəyi olur. Zirvə dağın ən hündür nöqtəsi, ətək isə dağın başlanğıc nöqtəsi hesab edilir. Ətəklə zirvə arasında qalan ərazi yamac adlanır. Yamac adlanır. Və dağda əgər zirvə şiş yüklüdürsə buna pik deyilir. Sıra dağlar arasında keçid üçün əlverişli ərazilərə isə aşırım deyilir. Yəni dağlar əgər sıra ilə düzülübsə buna sıra dağlar deyilir və həmin o sıra dağların arasında keçid üçün əlverişli olan ərazilərə aşırım deyilir. Dağlar mənşəyinə görə vulkanik və tektonik olur. Vulkanik dağlar, yəni bizim bildiyimiz, belə deyək, keçdiyimiz vulkanlar, məsələn Kilimanjaro vulkanı, Kamerun vulkanı, daha sonra Ağrı dağ sönmüş vulkanı, həmçinin Chimborazo, Liliyalyako kimi vulkanlar vulkanik dağlar, yəni vulkanik dağ hesab edilirlər. Vulkanik dağlar silsilə yaratmırlar. Digər dağ növümüz isə tektonik dağlardır. Tektonik dağlar qırışıq, qırışıq faylı və faylı dağlar olaraq 3 qrupa bölünür. Qırışıq dağlar litosfer tavalarının toqquşma zonasında yerləşən cavan dağlardır. Yəni geosignal ərazidə yerləşən cavan dağlardır. Qırışıq dağlar geosignalın 3-cü mərhələsində olurlar. Bu dağlar seismik ərazilərə uyğun gəlir. Əsasən hündür olurlar. Zirvələri də şiş yüklü olur, pik olur. Yəni tektonik zonada yerləşən bu dağlarda güclü vulkanizm, zəlzələ prosesləri müşahidə edilə bilər. Faylı dağlar litosfer tavalarının mərkəzində olan, yəni platformada yerləşən qədim dağlardır. Faylı dağlar geosignalın 4-cü mərhələsində. Çünki biz demişdik ki, qədim dağlar geosignalın 4-cü mərhələsində idi. Faylı dağlar əsasən paleozoy erasında, yəni Kaledon və Hestin qırışıqlığında, həmçinin Mezoy qırışıqlığında əmələ gəlmiş dağlardır. Lakin qırışıq dağlar Kaynozoy erasında, yəni Alp qırışıqlığında əmələ gəlmişdir. Faylı dağlar zirvələri əsasən yastı olur, hündürlüyü az olur. Bir də qırışıq faylı dağlar var. Qırışıq faylı dağlar yaşına görə qədim dağdır, yəni faylıdırlar. Lakin sonralar tektonik fəaliyyətləri artdığı üçün tavaların hərəkətindən yenidən fəallaşmışdır və bunlara qırışıq faylı dağlar deyilir. Qırışıq faylı dağlarımız əsasən Tian Shan, Altay və Sayan dağlarını misal çəkə bilərik ki, Mərkəzi Asiya regionunda yerləşən bu dağlar yaşına görə Kaledon Hestin yaşlıdır. Yəni paleozoy yaşlı olsalar da yenidən fəallaşdıqları üçün litosfer tavalarının hərəkətindən bunlara qırışıq faylı dağlar deyilir. Hündürlüyünə görə dağlar 3 qrupa bölünür. Alçaq dağlar, orta dağlar və yüksək dağlar. Alçaq dağlar 1000 metrə kimi, orta dağlar 1000-2000 metrə kimi, yüksək dağlar
2000 və ondan hündür olurlar. Dağlar xəritəsini əgər burada diqqətlə fikir versək, bir-bir dağları analiz eləsək, burada bir rəqəmi ilə Himalay dağları göstərilib. Himalay dağları dünyanın ən hündür dağlarıdır. Hind-Avstraliya tavası ilə Avrasiya litosfer tavasının toqquşma zonasında yerləşir. Hündürlüyü 8848 metrdir. Ən hündür zirvəsi də Everest və yaxud Jomolungma zirvəsidir. 6 ölkənin ərazisinə düşür. Ən hündür nöqtəsi olan Everest isə Nepal ölkəsinin ərazisində yerləşir. 2 rəqəmi ilə göstərilən dağlara biz Hindquş dağlarını, Qaraqorum dağlarını, yəni o ərazidə yerləşirlər. Hər ikisini deyə bilərik. Qaraqorum dağları dünyanın ikinci ən hündür dağıdır. Qaraqorum dağlarının ən hündür zirvəsi 8611 metrdən Çogori və yaxud K2 zirvəsidir. 3 rəqəmi ilə göstərilən dağlar Pamir dağlarıdır. Daha sonra 4 rəqəmi ilə Kunlun dağlarını deyə bilərik. 5, 6, 7 qırışıq faylı dağlar olan Tian Shan, Altay və Sayan dağlarıdır. 8 Kopet dağıdır. Kopet dağ İran və Türkmənistan sərhədində yerləşir. 9 Zagros dağlarıdır. İran və İraq sərhədində yerləşir. 10 Qafqaz dağlarıdır. Elbrus ən hündür zirvəsidir. Elbrus həm də sönmüş vulkandır. Biz onu deyə bilərik 5642. 11 belə deyək 11 Tavr dağları, 12 Pont dağlarıdır. Hər ikisi Kiçik Asiya yarımadasındadır. 11 Kiçik Asiya yarımadasının cənubundadır. Yəni Anadolu yaylasının cənubunda. 12 isə Anadolu yaylasının Kiçik Asiya yarımadasının şimalında yerləşir. Türkiyənin ərazisinə düşürlər. 11-də yerləşən Tavr dağları Türkiyə-Suriya sərhədində, Pont dağları isə Türkiyə və Gürcüstan sərhədində yerləşir. 13 Alp dağları da Avropada yerləşir. Alp dağlarının hündürlüyü 4807 metr, Mont Blanc zirvəsidir. Daha sonra 14 Kopet dağdır. 15 Pirene, belə deyək, Əndəlus, 16 Pireney, 17 Atlas, 18 Ural dağlarıdır, qədim dağlar hesab edilirlər. 19 Skandinaviya dağlarıdır, qədim dağlardır. 20 Böyük Xinqan dağları, bu da qədim dağlardır. 21, 22 və 23 Mezozoy qırışıqlığında formalaşmış dağlardır. 21 Sikhote-Alin dağlarıdır. 22 Verxoyans, 23 biz deyə bilərik 23-dəki dağ Çes dağlardır. 24 Böyük Suarizi dağlardır. Avstraliyanın ən hündür nöqtəsi burada yerləşir. Kastuşka zirvəsi 2228 metr. 25 Kap dağları, 26 Əjdaha dağlardır. Afrikanın cənubunda yerləşən bu dağlar qədim dağlar hesab edilirlər. Kaledon Hestin yaşlı dağlardır. 27 An dağlarıdır. An dağları Nazca tavası ilə Cənubi Amerika litosfer tavasının toqquşma zonasında, subduksiya zonasında yerləşir. Cənub və Qərb yarımkürəsində ən hündür zirvə olan Aconcagua zirvəsi, yəni 6960 metr An dağlarının ərazisində yerləşir. 28 Kordilyer dağlarıdır. Sakit Okean və Şimali Amerika litosfer tavasının sərhədində yerləşir. 29 Appalaç dağlarıdır. Kaledon Hestin yaşlı qədim dağlardır. 30 Krım dağlarıdır. Krım dağları orta hündürlüklü dağlar hesab edilirlər və 31 Apenin dağlarını biz deyə bilərik. Yəni əsas dağlarımız bunlardır. Burada da yəni hündürlüklərindən biz danışa bilərik. Mütləq hündürlüyünün azalma ardıcıllığı ilə yəni müxtəlif dağları düzsək, biz məsələn Himalay, Qaraqorum, Pamir, Tian Shan, And, Kordilyer və Qafqaz dağlarını məsələn yəni müəyyən bir ardıcıllıqla düzə bilər. Yəni dünyada ən hündür dağlar Himalay, Qaraqorum dağları, yəni ilk 2 sıranı bölüşürlər. Burada qırışıq dağlar dediyimiz kimi cavan dağlardır. Cavan dağlarda sinklinal və antiklinal proseslər müşahidə edilir. Sinklinal enmədir, antiklinal qalxmadır. Qırışıq faylı dağlar Tian Shan, Altay, Sayan dağlarıdır. Bunlar yenidən fəallaşan dağlardır və bir də faylı dağlar var. Bunlarda da Horst və Graben aid etmək olar. Düzənliklər, yəni yer səthinin hamar sahələridir. Hündürlüyünə görə düzənliklər 3 qrupa ayrılır. Ovalıq, yüksəklik və yayla olaraq 3 qrupa bölə bilərik. Ovalıq mütləq hündürlüyü 200 metrdən aşağı olan, yəni 0-200 metr olan düzənliklərdir. Dünyanın məşhur ovalıqlarına 1 Mississippi ovalığı, 2 Böyük Çin düzənliyi, 3 Hindqang, 4 Mesopotamiya, 5 Turan, 6 Kolxida və yaxud Azərbaycan arasında Kürarat, yəni bir sözlə Cənub-Qərbi Asiya regionunda olan düzənliklərə aid edə bilərik. 7 Padan ovalığı, Po ovalığını deyə bilərik. 8 Almaniya, Polşa, 9 Şərqi Avropa, 10 Qərbi Sibir, 11 Seneqal,
12 Orinoco, 13 Amazon, 14 La Plata, 15 Mississippi, Meksikayanı ovalığı, Atlantik sahili ovalığı o ərazilərdə deyə bilərik. 16 Nallar düzənliyini deyə bilərik ki, bunlar bizim məşhur ovalıqlarımızdır. Yüksəklik mütləq hündürlük 200 və 500 metr arasında olur. Yayla isə mütləq hündürlük 500 metr və daha çox olur. Məşhur yaylalarımıza baxsaq, bir Əhəqqar, Tibesti və Darfur yaylaları. Bunlar həm də şahid dağlar hesab edilirlər. Yəni deflyasiya nəticəsində yaranan, yəni küləyin təsiri nəticəsində yaranan relief formalarıdır. Daha sonra 4 Orta Sibir yaylası, 5 Anadolu yaylası Türkiyənin arasında, 6 İran yaylası, 7 Ərəbistan yaylası, 8 Dekan yaylası, 9 Meseta yaylası. Daha sonra biz 10 Efiopiya, 11 Şərqi Afrika, 12 Kalahari, 13 Tibet dünyanın ən hündür yaylası hesab edilir. 14 Gobi yaylası, 15 Şərqi Sibir yaylası, 16 Qərbi Avstraliya yaylası, 17 Patagoniya, 18 Braziliya, 19 Yukon, 20 Kolombiya, 21 Böyük Hövzə, 22 Colorado, 23 Meksika, 24 Guyana yaylası. Yəni bu bizim məşhur yaylalarımızdır. Orta Rusiya, Valday, Volqaboyu, Stavropol yüksəklikləri Şərqi Avropada, Lavrenti yüksəkliyi isə Labrador yarımadasında yerləşir. Yaylalar belə deyək, daha hamar olarsa buna plato deyilir. Düzənliklər mənşəyinə görə iki cür olur: denudasyon və akkumulyativ düzənliklər. Denudasyon düzənliklər əsasən yaylalara və yüksəkliklərə uyğun gəlir. Akkumulyativ düzənliklər isə əsasən ovalıqlara uyğun gəlir. Yəni akkumulyasiya belə deyək, yaradıcı, biz demişdik ki, relief formasıdır. Yəni yaradıcı relief formasına aid olan xüsusiyyətləri bura aid edə bilər ki, məsələn, ovalıqlar da daha hamar olan səthlər üçün uyğun gəlir. Okean səviyyəsindən aşağıda yerləşən ovalıqlar isə çökəklik adlanır, yəni 0 metrdən aşağı olan. Dünyanın çökəkliklərinə, yəni mütləq hündürlüyün artma sırası ilə düzsək, ən belə deyək aşağı, yəni okean səviyyəsindən aşağı olan çökəklik Ölü dənizdə yerləşən Quxort çökəkliyidir. -402, -405 bəzi yerlərdə -430 da götürülür. Sonra Assal çökəkliyidir Afrikada -156. Sonra Turfan çökəkliyidir. Assal Afrikadadır, Turfan Asiyadadır, Çinin ərazisindədir -155, Kattara çökəkliyi -133, Qaragiya çökəkliyi -132, Ölüm dərəsi Şimali Amerikadadır, ABŞ-ın ərazisində -86, Xəzəryanı -27 və Eir gölü -16 deyə bilərik. Eir gölü də Avstraliyanın ərazisində yerləşir. Quru səthdə olduğu kimi okeanın da, yəni okean səthində də, yəni okean altında, belə suyun altında da quru relief forması var. Birincisi olaraq biz materik dayazlığı və şef düzənliklərindən danışa bilərik. Şef düzənlikləri materiklərin sualtı davamında, yəni 200 metrə qədər olan dərinlikləri əhatə eləyir. Bir rəqəmi ilə burada göstərilib. Az meyilli olurlar, yəni hamar səth olurlar və qalın çökmə süxurlarla örtülü olurlar. Örtülmüş formada olurlar, belə deyək. 2 materik yamacı və yaxud materik yamacı 200-1500 metr arasında dərinlikləri əhatə edir. Meyilliliyi çox olur, nazik çökmə süxur qatına malik. Çünki meyilli çox olduqda belə deyək, diklik olur və orada süxur qatı toplana bilmir. Yəni çökmə süxuru nazik olur. 3 materik ətəyidir. Materik ətəyi 1500-3000 metr arasındakı əraziləri əhatə edir. Materik ətəyi materik tipli yer qabığının sona çatdığı səthdir. Yəni burada artıq materik tipli yer qabığı bitir. Yəni son qranit qatı müşahidə edildiyi səthdir. Bundan sonra artıq okean tipli yer qabığı gəlir və okean tipli yer qabığında qranit qat müşahidə edilmir. 4 okean yatağı və yaxud abisal düzənliklər. Baxın, 1 materik dayazlığı, 2 materik yamacı, 3 də materik ətəyi. Yəni hər 3 sözdə materik sözü var. Deməli, hər üçündə də qranit qatı müşahidə edilir. Yəni materik tipli yer qabığına malikdir. Amma 4 artıq okean yatağı və yaxud abisal düzənliklərdir. Okean yatağı hamar olur, abisal düzənliklər hamar olur. Abisal düzənliklər okean relyefinin əsas hissəsini təşkil edir. Daha sonra 5 orta okean dağ silsilələridir. Litosfer tavalarının ayrılma zonasında əmələ gələn orta okean dağ silsilələri okean relyefinin ən qalın hissələri hesab edilirlər. 6 okean novlarıdır. Okean novları da bildiyimiz kimi subduksiya zonasında, yəni materik və okean tipli litosfer tavalarının toxuşma zonasında əmələ gələn və okean yatağının ən nazik hissələri hesab edilirlər. Fəal seysmikliyi ilə həm seçilir okean novları da, orta okean dağ silsilələri də. Ən geniş şef zonası, yəni materik dayazlığı Şimal Buzlu okeandadır. Kara, Laptevlər, Şərqi Sibir kimi
dənizlərdə biz aid eləyə bilərik. Yəni bunları biz keçən dərsimizdə də platforma ərazilərində qalxmalara antekliz, enmələrə isə sinekliz demişdik. Gəlin belə deyək, bir daha xəritəmizə qayıdaq. Məsələn, burada yaylalar göstərilmişdi. Yaylalar antekliz və yaxud antiklinal ola bilər. Yəni antiklinal geosignal ərazilərin qalxmalarıdır. Antekliz isə platformanın qalxanlarıdır. Məsələn, 9 rəqəmində Meseta yaylasıdır. Meseta yaylası geosignal ərazidə yerləşir. Yəni antiklinal ərazidir. Litosfer tavanın sərhədində yerləşir, yəni qalxma ərazi olduğu üçün antiklinaldır. Amma Orta Sibir yaylası, məsələn 4 rəqəmində, artıq bu anteklizdir, yəni platformanın qalxanı hesab edildiyinə görə antekliz hesab edilir. Yəni ovalıqlar xəritəsinə də baxsaq, ovalıqlar sinklinal və yaxud sinekliz ola bilər. Çünki ovalıqlar çökək ərazilərdir, hamar ərazilərdir. Bu sinklinal, yəni enmə sahələrdir də ovalıqlar. Məsələn, 9 rəqəmində göstərilən Şərqi Avropa düzənliyi sineklizdir. Çünki bu platforma sahəsidir. Amma lakin 7 rəqəmində göstərilən və yaxud 6 rəqəmində göstərilən, 7 rəqəmində Padan ovalıqıdır, 6 rəqəmində göstərilən, məsələn, Kolxida ovalıqıdır Gürcüstan ərazisində. Bunlar geosignal ərazidə olduğu üçün biz bu ərazilərə deyə bilərik sinklinal ərazilər, yəni geosignal ərazidə yerləşən enmə sahələr. Həmçinin yəni dağlar da eyni qayda ilə gedir. Dağlar antekliz və yaxud antiklinal ola bilər. Əgər dağlar platforma zonasında yerləşirsə bu antekliz olur. Lakin geosignal ərazidə yerləşirsə bu antiklinal olur. Yəni qədim dağlarımız, yəni faylı dağlarımız anteklizdir. Cavan dağlarımız, yəni qırışıq dağlarımız antiklinal hesab edilirlər.